Rose de May, Rosa centifolia, Cabbage Rose, Mərakeş gülü, Fransa gülü, Gras gülü ya da yüzləşək qızıl gül, xalq arasında adlandırdığımız kimi. Bu yüzləşək qızıl gül minlərlə qızıl gül sortları içində ətriyyat üçün maraq doğuran iki əsas hibrid növdən biridir. Digəri isə ona görkəm və ya qoxu profili olaraq çox bənzəyən Dəməşq və ya Şam qızıl gülüdür. Və ya Türk gülü, Balqar gülü, Ərəb gülü, İsfahan gülü. Bunlar hamısı eyni sortdur. May qızıl gülü Şərqi Avropada, Fransada, İtaliyada, Misirdə və ən fəal şəkildə Mərakeşdə yetişdirilir. Azərbaycanda da bu gülün yetişdiyi əsas iki şəhər var. Bunlardan biri Zaqatala, digəri Gəncədir. Və təsadüfi deyil ki, böyük filosof Nizami Gəncəvinin əsərlərində Gəncənin Bağman gülündən xüsusilə bəhs edilir. Zəngin çiçəkli qoxusu, özünə məxsus bal nüansları və dərin romantik hissiyatı ilə seçilir və Şam qızıl gülünə nisbətən fenolik və ədviyyatlı aspektləri daha az nəzərə çarpır. Fransanın cənub-şərqində yerləşən dünyanın parfüm paytaxtı olan Gras şəhərində yetişdirilən gülün ətriyyat üçün çox böyük əhəmiyyəti var. İllər ərzində kimyaçılar gülün əsas komponentlərini və dəqiq tərkibini öyrənməyə çalışırdılar və 20-ci əsrin birinci yarısında demək olar ki, əksər hissəsini təyin etmişdilər. Bunlar gül spirtləri deyə adlandırdığımız sitranilol, geraniol, linalol, nerol, eugenol və onun metil efiri, fenil etil spirti, gül spirtlərinin efirləri və asetatlardır. Bəzən ətirşah, sitruslar, mixək, bunlarla qızıl gül arasında bir əlaqə qura bilməyimizin səbəbi sırf bu molekullardır. Yəni eugenol dediyimiz molekul tək başına eyni ilə mixək qoxusu verərkən qızıl gül akordunda olmazsa olmaz bir rol oynayır. Distillə məhsulu efir yağının ekstraksiya məhsulu qızıl gül absolutindən fərqləndirən əsas cəhət fenil etil spirtinin tərkibindədir. Fenil etil spirti suda həll olan bir maddədir və fraksiyalı distillə prosesi zamanı qızıl gül hidrolatında qalır. Qızıl gül hidrolatı xalq arasında gülab dediyimiz məhsuldur. Fenil etil spirtini təzədən rekonstruksiya edərək qızıl gül yağına əlavə etmək, efir yağına əlavə etmək üçün hidrolatı, yəni gülabı yenidən distillə edir və alınan fenil etil spirtini gül yağına əlavə edərək əsas təbii qoxusunu əldə edə bilirlər. Ancaq sadəcə gül spirtlərini bir araya gətirərək qızıl gülü yenidən yaratmaq təşəbbüsləri fayda vermədi. Bunlar qızıl gülün qoxusuna çox az bənzəyirdi. Ancaq kimyaçılar daim ixtira edərək qızıl gülə əsas qoxunu verən və o dövrdə məlum olmayan digər kiçik əsas komponentləri də müəyyən etmişdilər. Bunlar difeniloksid, hidroksitranilol, sitral izləri və asetatlardır ki, bunları da əlavə edərək və təbii ki, fenil etil spirti, bunları da əlavə edərək qızıl gülün əvəzedicisini hazırladılar. Bu Firmenich şirkətində baş vermişdi və 1930-cu illərdə buna da Vardiya bazası adını verdilər. Yəni əsas ilk yaradılmış süni qızıl gül absolutu sırf Vardiya bazası adlandırılırdı. Ancaq miqdarlarını dəyişərək çox fərqli qızıl gül sortlarında əldə etmək mümkündür. Məsələn, arxada gördüyünüz Hollandiya qızıl gülü əslində dekorativ olaraq yetişdirilir və ən önəmli dekorativ gül sortu sayılır. Ancaq qoxusu da təbii ki var və fenil etil spirtinin miqdarı çox daha yüksəkdir. Məsələn, Şam qızıl gülündə olan Damascena beta dediyimiz əsas molekul onun tərkibində bəlkə də heç yoxdur. Müxtəlif növ qızıl gül sortlarını bu gül spirtlərinin və asetatların miqdarlarını dəyişərək fərqli gül qoxuları yaratmaq mümkündür. Əslində hər parfümdə də qızıl gülün qoxusu bir-birindən fərqlənir. Məsələn, Coco Chanel'də, Fiji'də,
ya da Majenoir'da hiss etdiyimiz qoxu Mask Noble'da ya da Juliet Hazaqanlı Vengerance'da hiss etdiyimiz qoxudan son dərəcə fərqlənir. Yenə qızılgüldə cəmləşir bunların qoxusu. Yenə qızılgül olduğundan əminik. Ancaq fərqli qızılgül qoxuları. Məsələn, oriental qoxularda gül daha ağır işlənərkən Fransa qoxularında daha yumşaq şəkildə işlədilir. Bəzi notlar əslində zaman keçdikcə parfümdə əhəmiyyətini itirir ya da dəbdən düşür deyə bilərik ya da insanlar artıq ona tolerə edə bilmirlər. Ancaq qoxu mədəniyyəti var olduğu müddətcə gül heç vaxt dəbdən düşməyib, hələ də aktualdır, hələ də sevilir. Bir şeyin gözəl qoxusunu təsvir etmək üçün hətta gül iyi gəlirdi deyə adlandırırıq. Məndə iki cür qızılgül absolutu var. Daha doğrusu biri qızılgül yağı, efir yağı, distillə üsulu ilə alınan efir yağı. Digəri də gül akkordu ki, bunu özümüz hazırlamışdıq təlimlərdə, laboratoriyada. Feniletil spirti, geraniol, sitranilol, alfa-izometil iyanon ki, pudralı qoxusunu oradan alır. Ondan sonra sitranilol dedim və sidra ağacı, 2 damcı. Yəni 96 damcı feniletil spirti idisə 2 damcı sidra ağacı ekstraktı idi. Yəni bu da feniletil spirtinin güldəki əhəmiyyətindən bəhs edir. Digəri isə gül yağıdır. Bu çox qiymətli bir məhsuldur və iynə ucu qədər bir yerə toxunduğu halda günlərlə oradan qızılgül qoxusu gəlir. Çox daha ağır qoxudur deyə bilərik. Yenə də hər şey qızılgüldə cəmləşir, qızılgül qoxusunda cəmləşir. Ətriyyatda, fransız ətriyyatında bəlkə də istisnasız bütün parfümlərdə gül istifadə olunurdu. Yəni elə birini adını çəkmək bəlkə də mümkün deyil ki, orada gül olmasın. Ən köhnə Chanel nömrə 5-dən başlayaraq Arpej Lanvin 1926, Fiji 1966, ondan sonra Ellipse 1972, Klima 1967, Fiji, ondan sonra Clandestine, José, Sikkim, Bala Versailles, Papillon Parfico, Poison Dior, Opium Yves Saint Laurent, Nefertiti Chabravichi, José Guy Laroche, daha nəyin adını çəkir? Femme Rocha, ondan sonra Paloma Picasso, sonra Kaleçe Hermes, Cinnabar Estée Lauder, İsfahan Yves Rocher, Şalimarı yaddan çıxarda bilmərik. Guerlain'in ən böyük klassiklərindən biridir Şalimar. Mənim də çox sevdiyim parfümlərdən biridir. Gül yəqin ki, heç vaxt əhəmiyyətini itirməyəcək. Minilliklərdir, təbabətdə, kulinariyada, ədəbiyyatda güldən davamlı surətdə bəhs edilir. Təbiətin insan biliyi və əməyi ilə yaratdığı tandemin möcüzəsi.